Salam benim güzel halkım, salam benim güzel izleyicilerim. Sizin her vaktiniz xeyir olsun. Bu güzel sefer bayramınızı münasibətle bütün xalqımı təbrik edirəm. Allah hərbiçilərimizə, gözəl ordumuza, qazilərimizə Allah qüvvət versin, sağlıq versin, Allah ömür versin. Allah gözəl ordumuzu bizə çox görməsin. Gözəl cənab prezidentimiz İlham Əliyev cənabları, Mehriban xanımımızı bizə çox görməsin. Bu qələbənin gününü bizə yaşadan, bütün döyüşən, 44 gün müharibədə çıxış edən bütün qazilərimizə, hərbiçilərimizi Allah bizə çox görməsin. Yaxşı ki onlar var. Onlar var ki bu vətən var. Həqiqətən Allah qazilərimizi, hərbiçilərimizi bir daha deyirəm. Bizə Allah çox görməsin. Şəhid olanlarımıza Allah rəhmət eləsin. Şəhid analarımızın əlindən öpürəm. İndi məndən soruşurlar ki, Çinara xanım görsənmisiniz? Niyə yoxsuz nə canlıda, nə TikTokda? Dostlar, mən vacib yerlərə gedirəm. Yəni o gün də açıqladım. Yəni bilənlər bilsin, bilməyənlər bilməsin. Yəni mən seçilmiş restoranlara gedirəm. Hər restoranlara getmirəm. Qanaramı verən restoranlara gedirəm. Boş-boş çağıran restoranlara getmirəm. Yəni məndən nigaran qalmayın. Bir daha deyirəm ki, səfər günümüz, qələbə günümüz mübarək olsun. Allah ordumuzu qorusun. Allah qazilərimizə dəyməsin. Allah hərbiçilərimizə dəyməsin. Allah bu vətənimizi qoruyanlara dəyməsin. Başda da cənab prezidentimiz İlham Əliyev olmaqla. Təşəkkür edirəm. Narahat olmayın dostlar, mən yaxşıyam. Sadəcə planla işləyirəm. Yəni boş-boş günümü xərcləmirəm, saatımı xərcləmirəm. Bu qədər. İnşallah yeni proyektlərim olanda görəcəksiniz.